Peyğəmbərin zövcəsi və möminlərin anası Ayşə demişdir. Allahın elçisi namaz qılarkən dua edib deyərdi: Allahım, qəbr əzabından sənə sığınıram. Məsih Dəccalın fitnəsindən sənə sığınıram. Həyatın və ölümün fitnəsindən sənə sığınıram. Allahım, günahdan və borcdan sənə sığınıram. Qəbir əzabının var olmasını Quran və səhih hədislər təsdiq edir. Allah Teala Firavuna qəbirdə verilən əzab haqqında belə buyurur: Onları səhər və axşam üstü oda salırlar. O saat gələcəyi günü isə Firavun nəslini ən şiddətli əzaba salın. Qafir surəsi 46-cı ayə. Həmçinin uca Allah buyurur: Zalimları ölüm girdabında olduqda mələklərin də əllərini uzadıb canlarınızı çıxarın. Allaha qarşı nahaq sözlər söylədiyinizə və onun ayələrini təkəbbür göstərdiyinizə görə bugün siz cəzalandırılacaqsınız dediklərini bircə görəydin. Ənam surəsi 93-cü ayə. Peyğəmbər ona Allahın salavatı və salam olsun demişdir. Qəbr əzabından Allaha sığın. Rəvayət edilir ki, Səmura ibn Cündəb demişdir: Peyğəmbər çox vaxt sübh namazını qıldıqdan sonra üzünü bizə tərəf çevirib, sizlərdən kim bu gecə yuxu görüb deyə soruşardı. Yuxu görən adam öz yuxusunu danışar, o da ona Allahın istədiyi oldu deyərdi. Bir gün yenə soruşdu: Sizlərdən bu gecə yuxu görən olubmu? Biz xeyr deyə cavab verdik. Dedi: Mən isə bu gecə yuxuda 2 nəfər gördüm. Onlar mənim yanıma gəldilər və əlimdən tutub müqəddəs torbağa apardılar. Bir də gördüm ki, bir nəfər yerdə oturub, başqa birisi də əlində dəmir qarmaq ilə onun başı üstündə dayanıb. O qarmağı oturan adamın yanağına soxub, onun ağzının bir tərəfini qafasına qədər cırır, sonra da bu qaydada onun ağzının digər tərəfini cırırdı. Bu əsnada ağzının əvvəl cırılan tərəfi sağalır və o təzədən həmin tərəfi cırırdı. Mən bu nədir deyə soruşdum. O 2 nəfər mənə yoluna davam et dedilər. Biz yolumuza davam etdik. Nəhayət, arxası üstə yerə uzanmış bir nəfərin yanına gəldik. Onun başı üstündə başqa birisi dayanmışdı. Əlində də böyük bir daş var idi. O bu daşla uzanmış adamın başını əzirdi. Daşı hər dəfə onun başına vurduqda daş yumbalanıb gedirdi. Gedib daşı götürüb uzanan adamın yanına qaydana dək onun başı bitişərək əvvəlki halına qaydırdı. Adam gəlib yenə onun başını əzirdi. Mən bu kimdir deyə soruşdum. Mənə yoluna davam et dedilər. Biz yolumuza davam etdik. Nəhayət, gəlib təndirə bənzər üstü dar, altı geniş bir oyuğa çatdıq. Bu oyuğun altında ateş alovlanırdı. Alov hər dəfə günahkarlara yaxınlaşdıqda onlar yuxarı qalxırdılar. Hətta az qalırdı ki, oradan bayıra çıxsınlar. Alov səngidikdə isə geri çəkilirdilər. Orada lüt kişi və qadınlar var idi. Mən bunlar kimdir deyə soruşdum. Mənə yoluna davam et dedilər. Biz yolumuza davam etdik. Nəhayət, gəlib suyu qandan olan bir çaya çatdıq. Çayın ortasında bir nəfər durmuşdu. Kənarında isə başqa birisi dayanmışdı. Qarşısında da çoxlu daşlar var idi. Çayın içindəki adam sahilə çıxmaq istədikdə, sahildəki adam daşla onun ağzından vurur və o öz yerinə qayıdırdı. Beləcə, hər dəfə sahilə çıxmaq istədikdə, sahildəki adam daşla onun ağzından vurur və o öz yerinə qayıdırdı. Mən bu nədir deyə soruşdum. Mənə yoluna davam et dedilər. Biz yolumuza davam etdik. Nəhayət, yaşıl bir bağa çatdıq. Bağda böyük bir ağac var idi. Ağacın dibində ixtiyar bir qoca və bir dəstə uşaq var idi. Bir nəfər də ağacın yanında oturub qarşısındakı odu alovlandırırdı. Sonra yoldaşlarım məni ağaca qaldırdılar və məni elə bir evə daxil etdilər ki, indiyədək bundan gözəlini görməmişdim. Orada qocalar, cavanlar, qadınlar və uşaqlar var idi. Sonra məni oradan çıxardıb biraz da yuxarı qaldırdılar və əvvəlkindən daha gözəl və daha yaxşı bir evə daxil etdilər. Orada qocalar və cavanlar var idi. Mən o 2 nəfərə dedim: Bu gecə siz məni çox gəzdirdiniz. İndi isə mənə gördüklərim barədə xəbər verin. Onlar dedilər: Bəli, ağzı cırılan adama gəlincə o bir yalançıdır. Dünyada ikən o yalan danışardı və onun bu yalanı hər tərəfə yayılardı. Qiyamət gününədək onun ağzı belə cırılacaq. Başı əzilən adam isə o kimsədir ki, Allah ona Quranı öyrətmiş, lakin o gecələr yatmış, gündüzlər isə onun içindəkilərə əməl etməmişdir. Qiyamət gününədək onun başı belə əziləcək. Dəlikdə gördüyün adamlar isə zinakarlardır.
Çayın içində gördüklərini isə sələm yeyənlərdir. Ağacın dibindəki ixtiyar qoca İbrahim, ətrafındakı uşaqlar isə insanların övladlarıdır. Odu alovlandıran cəhənnəmin gözətçisi Malikdir. Daxil olduğun birinci ev, bütün möminlərin evi, bu gördüyün ev isə şəhidlərin evidir. Mən Cəbrailam, bu da Mikaildir. Qaldır başını. Mən yuxarı baxıb, başım üzərində buluda bənzər bir şey gördüm. Onlar, bu sənin mənzilindir, dedilər. Mən dedim, qoyun mən öz mənzilimə daxil olum. Onlar dedilər, sənin hələ tamamlamadığın ömrün qalıb. Əgər ömrünü tamamlamış olsaydın, mənzilinə girərdin.